dostun, yaxının, əzizin, sənin sirdaşın, sənin bir evin içində olan sənin evlatların, uşaqların olur sənə. Bir də sənin cibindəki pul olur. Çox doğrudur. Pulun varsa, deyicilər, qaqaş orada otur, gəl burada otur. Hörmətli, gəl bur yuxarı başda sevgili otur. olursan. Sonra baxırsan hansı maşından gəldin, hansı maşından düşdün. Sonra maşının nömrəsi neçədir? Əlindəki telefonla markadır. Əfsuslar olsun ki, biz bu günə qalmışıq. Əfsuslar olsun ki, biz nə günə qalmışıq ki, insana nə ilə qiymət verirlər? Gəldiyi maşınla, geyindiyi nə bilim nə ilə, qolundakı saatla, əlindəki telefonla. Gör nə günə qalmışıq ha biz. Yəni gəl insanın daxilinə qiymət verək, onun içindəkinə qiymət verək, insanlığına qiymət, illərlə dostluğuna qiymət verək. O sənin üçün nə fədakarlıqlar eləyib, nələrdən keçib sənə görə, onlara baxan yoxdur. İnsanların deyərdim ki 70%, 80%, sürdüyü maşına görə, nə bilim əlinin telefonuna görə, marka giyiminə görə, bağına görə, evinə görə dəyər verir. İnsanı görünürsən. Hanı sənin o insaniyyətin, insanlığın? Onu qoydu ortalığa. Yəni bugünkü gündə Allaha şükürlər olsun, hər kəsdə var da. Olsun da, artıq olsun. Tək olsun ki, kimdəsə gözləri qalmasın. Qalmasın, tək olsun. Allah başlarından töksün. Həmişə olsun. Allah həmişə olsun. Allah hamıyı yetirsin. Biz də içində ümumiyyətlə bütün insanların Allah hər bir şəraitini, yəni istədiyi kimi qura bilməyə Allah ona o şəraiti yaratsın, şans verilsin. Tək olsun, dəstəkçi olmaq lazımdır, köməkçi olmaq lazımdır. Olmayanı dəstək olmaq lazımdır, kömək eləmək lazımdır.